Deməli, qazanxana hazırdır. Filtri dəyişdik. Yenisi ilə əvəz elədik. Hava projerini dəyişdik. Genləşmə çənin havasını tənzimlədik. Yəni də ümumi istilik sisteminin hava çənini tənzimlədik. Genləşmə çənin. Burada da bronza traynik atdıq. Burada belə bir iş gördük ki, gələcəkdə bu nəsə problem olsa genləşmə çənində buradan bu vintili bağlamaqla bunu açıb rahat şəkildə boşaltmaq olar. Yəni bunu rahat şəkildə sökmək olar. Öncədən atılmamışdı bunu. Bunu sonradan əlavə elədik. Bu şəkildə hamısı da bronza ilə. Tam şəkildə hazırdır. Bu da qazanxananın su təzyiqi 2 atmosferə yaxın. Bu da yay rejimində də hal-hazırda. Qış rejimi, yay rejimi, ekonom rejimə də qoymuşuq. Qazanxanada işlək vəziyyətdədir. Allah xeyir versin. Deməli, boilerin sempantin girişi, bu da sempantin dönüşü. Digər vintillər bağlıdır. Yəni, su az da olsa dövriyə eləməsin, isti su bir balaca fırlananda, ona görə evin isitməsinə və baseynə gedən motorun, vintillərini bağlamışıq. Sempantin girişi deyəndə, yəni boilerin isitməsi, podasası. Bu da abratkası, geri dönüşü.